Mən həmişə deyirəm bu sözü, haqq olmaq bizə kobud olmaq bəraəti vermir. Xüsusən də böyüklərlə münasibətdə. Əlbəttə ki, öz sevdiyimizi eləyəcəyik, öz istədiyimizin dalınca gedəcəyik, amma maksimal həddə çalışmaq lazımdır ki, o fikirləri soruşulsun, xeyir duası alınsın, nəzərə alınsınlar. Mənim bir pasiyentim vardı, övlad valideyn idilər, ata oğlu idilər. Oğul böyük bir iş adamıdır, təsəvvür eləyin və bəzən gəlir atasının evinə, qonaq kimi gəlir və orada atası bəzi məsləhətlər verir. Başı çıxmadığı bir məsələdə, atadır da, məsələn, məsləhətlər verir. Oğlan da durur, deyir ki, ay ata, sən axı bunu bilmirsən, mən bunu belə eləyənmərəm filan. Terapiyada ata qəşəng bir söz deyir. Deyir ki, müəllim, mənim oğluma başa salın ki, mən istəmirəm, o məni dinləsin, mənim dediklərimi eləsin. Mənə xanımımın yanında desin ki, baş üstə ata. Eləyərəm, sonra geçsin öz bildiyini eləsin. Böyüklərin belə bir ehtiyacı var. Onların ehtiyaclarını nəzərə alaraq, bu Allah qatında da gözəldir. Yəni, bu çox dəyərli bir şeydir. Bəzən bizim arzularımıza çatmaq istəməyimiz şiddətlə. Biz çoxlu tapdayıb keçirik çox şeyləri və bu bizə qarşı da əngəl olur. Bunu qorumaq şərti ilə çox gözəl bir iş tutmusunuz. Təşəkkür edirəm. Sağ olun.